Neyniyim, mən səni sevə bilmədim. Adsız çiçəkləri, otları sevdim. Tanışları sevdim, yadları sevdim. Ürəyimə yatan adları sevdim. Neyniyim, tək səni sevə bilmədim. Sızladım qarışqa yuvası üstə, göynədim sarıtel havası üstə. Dünyanın məhəbbət davası üstə, tək səni sevə bilmədim. Ağacın üstündə budaqlar qoşa, budağın üstündə yarpaqlar qoşa, dağlarda, quşlar da verib baş-başa. Nə olsun, mən səni sevə bilmədim. Qol-qola söykənən bu dağı sevdim, o dərəni sevdim, bu dağı sevdim. Məni haraylayan ocağı sevdim. Tək səni sevə bilmədim. Bir baxışdan dağ çayına vuruldum. Bulaq gördüm, ağ suyuna vuruldum. Sənə şeir yazım dedim, yoruldum. Qələm səni, kağız səni sevmədi. İsa İsmailzadə haqqında danışmaq istəyirəm. Cəmi 56 il yaşadı İsa İsmailzadə. Heç vaxt özünü gözə soxmadı. Heç vaxt təltif, mükafat arxasınca qaçmadı. Sakit yaşadı, təvəzzükar yaşadı, biraz da incik yaşadı. Bir dəfə dedilər ki, şairlər gəlib yataqxanamıza. Düşdük akt salına, o qədər çox adam yox idi. O dövrdə də şeir həvəskarları o qədər də çox deyildi. Bir neçə şair gəlmişdi, ikisi yadımda qaldı. Bir çox sakit, biraz da boynu bükük şeir oxuyan İsa İsmailzadə, bir də Ağa Səfa. Məclisi ələ alan, oraya yığışan insanların nə istədiyini çox yaxşı bilən hörmətli şairimiz. Məşhur Görməmiş oğlu görməmiş şeirini də oxudu. Və təbii ki, çox yaxşı da qarşılandı. İsa İsmailzadə şəhidlərə həsr olunmuş Güllələr demədi şeirini oxudu. Müharibə mövzusunda yazılmış ən gözəl şeirlərdəndir Güllələr demədi. Getdilər fit çala-çala. Getdilər atları çimizdirməyə, bizi aparmadılar. Qulançar yığmağa, moruq dərməyə, bizi aparmadılar. Yalvarıb, yaxarıb dil tökəndə biz, onlar üstümüzə od ələdilər. Qışqırıb, təpinib, hədələdilər. Hələ uşaqsınız, nə yaşınız var? Bir gün xəbər gəldi, dava başlanıb. Onlar əskərliyə çağırıldılar, nə tütək çaldılar, nə fit çaldılar. Yola salanlara qoşulanda biz, yalvarıb, yaxarıb dil tökdü onlar. Gəlməyin, qayıdın, geri qayıdın. Qaydın atları çimizdirməyə, qulançar yığmağa, moruq dərməyə. Biz getdik.
Biz getdik atları çimizdirməyə, qulançar yığmağa, moruq dərməyə. Düşüb arxamızca gəldi uşaqlar, dilimiz gəlmədi bir söz deməyə. Onların yoxluğu düşdü araya, oyunlar, məclislər qaldı yarımçıq. Toylar da seyrəldi, toyxanalar da, aşıq da havanı çaldı yarımçıq. Kəndimiz yamanca uralanmışdı. Yaman körüm yanırdı ocaq. Bir ağzı göyçək də qaralanmışdı deyəsən. Gedənlər qayıtmayacaq. Mərmilər, güllələr fit çala-çala, hey böyür başından keçdi onların. Kətmən vura-vura, ot çala-çala, baxdıq yollara. Getdilər Şuşaya sarı. Getdilər ölümə sarı. Mərmilər demədi geri qayıdın. Lülələr demədi geri qayıdın. Güllələr demədi geri qayıdın. Hələ uşaqsınız, nə yaşınız var. Bu şeir yazılanda təbiidir ki, hələ 44 günlük müharibə olmamışdı. Və Şuşa uğrunda şəhid olan qəhrəman əskərlərimiz də hələ o dövrdə ya doğulmamışdılar, ya çox gənc idilər. İsa İsmailzadə Berlinə sarı getdilər deyirdi. Və Berlin uğrunda döyüşlərdə həlak olan şəhidlərimizə həsr eləmişdi o şeiri. Ancaq mən nədənsə istədim ki, Şuşa şəhidlərimizi İsa İsmailzadənin şeiri ilə yad edək. Həmin görüşdə başqa bir şeir də oxudu İsa İsmailzadə. Ümumiyyətlə, şairlər, hətta ən sakiti də, auditoriya ilə o qədər hesablaşmayan şairlər də yaxşı bilirdilər ki, əgər görüşə gənclər gəlibsə, hətta biraz yaşlılar da gəliblərsə, mütləq bir sevgi şeiri oxumaq lazımdır. İsa İsmailzadə də oxudu. Elə sakit səslə, özünə məxsus boynu bükük duruşla sevgi şeirini oxudu. İmtahan günləri yaxınlaşanda çıxardıq çöllərə oğlanlı qızdı. Gözlər kükrəyəndə, aşıb daşanda baxardıq, susardıq biz sözlü. Qovaq gölgəsinin sərinliyində hərə bir gözələ çələng görərdi. Hardası gözlərin dərinliyində körpə bir məhəbbət boy göstərərdi. Hər əyvəndə bir ad tutardı, adları oxşuyub əzizləyərdik. Elə ki yay gəldi, dəstər qutardı, hər gecə yuxuda yol gözləyərdik. Ay ötdü, il ötdü, ciblərimizdə qat kəsdi məhəbbət məktublarını. Kim xəbər aparsın, kim bir söz desin. Lofa qabağında dərs danışanda, oğrun baxışların hənirtisini duyduq üzümüzdə, kürəyimizdə. Hamımız utancaq, küsən, küstürən, yerişlər, duruşlar, baxışlar sözlü, o şeytan qızları tir-tir əstirən ildırımlar sözlü, yağışlar sözlü. Üşümək
üşənmək bəhanə oldu. Dayandıq üz-üzə, nəfəs nəfəsə, satdıq günü-günə. Sonra nə oldu? Dinib danışmadıq bircə dərəcə. Bir gün zəng salındı, sonuncu kərə. Siniflər boşaldı, lövhələr üstə bir gün qoşa-qoşa adlar yazıldı. Bir gün qoşa-qoşa adlar pozuldu. Ağır addımlarla döndü yerlərə. Zəmilər saraldı, otlar saraldı, kitaplar saraldı, adlar saraldı. Üfüqdə sarımtılı günəş göründü, sıxdı barmaqları qızıl üzüklər, körpə bir məhəbbət titrədi, söndü. 18 il keçib, deyimmi indi? Deyimmi kim kimi sevirdi qızlar? Oğlan ürəyində, qız ürəyində 18 ildir ki, 18 yaşlı bir dilsiz, ağızsız məhəbbətsizlər. İsa İsmailzadə ən səmimi şairlərimizdəndir. İsa İsmailzadə saxta heç nə yazmırdı. Tanışlar çoxalır, dostlar azalır deyildi. Hərdən indi dostların çoxluğundan qürurlananlar var, mənim çoxlu dostum var deyənlər var. Tanış deyirdi onlara İsa İsmailzadə. Çünki bilirdi ki, dost ya bir olar, ya iki. O da olarsa əgər. Neyniyim, mən səni sevə bilmədim. Adsız çiçəkləri, otları sevdim, yaxınları sevdim, yadları sevdim, ürəyimə yatan adları sevdim. Tək səni sevə bilmədim. Bu qədər səmimi idi İsa İsmailzadə. Ən yaxın adamına həsr eləmişdi bu şeiri. İndi çoxları onu oxuyanda düşünürlər, görəsən kimi nəzərdə tutub. Belə gireyli şeirlər yalnız ən doğma, ən yaxın adamlara yazılar. Yad olan doğmalara. O kəslərə ki, onu sevməlisən, onunla yalnız sevərək yaşamaq mümkündür, ancaq sevə bilmirsən. Çoxları bu taleyi yaşayıb. Ancaq şairlərdən heç kim yazmıyor bunu. Biraz yaxınlarına yaltaqlananlar da olub. Boğazdan yuxarı şeirlər də yazıblar. İsa İsmailzadə dürüst idi. Həyatda da dürüst idi. Yaradıcılığında da dürüst idi. Çox tez tərk elədi bizi. Çox şeylər yarada bilərdi. Ancaq nə edək? Əlimizdən gələn bircə odur ki, dönə-dönə İsa İsmailzadənin əsərlərinə qaydaq, onları oxuyaq, onları təbliğ eləyək və o dəyərli şairimizi öz qiymətini almayan istedadlı insanı unutmayaq və unudulmağa qoymayaq.